Qışı velosipede minəcəm. Qışı pişli yapanda qoyacam başıma. Gələcəm sizə. Gələrsən. O, işli yapan bəy velosipedinə gedəndə külək qoyacam. Amma bizim dostluğumuz əbədi olsun. 17 ildir bir yerdəyiksə düzdür dalaşmışıq da. Biz hər gün dalaşırıq olsun. Əbədi olsun. Verəcəm velosipedə. Çünki tam mənim heç kimim yoxdur. Başıma da işli yapanı qoyacam. Bir yoldaşım olacaq, bir uşağım olacaq, bir də sən olasan həyatımda. Bu da Bakıdakı dostlarım. Tək sən evlən. Tapmamışam hələ. Heç vaxt bitirməyəm. Heç vaxt Seda xanım. Mən izləyicilərimin səbəbinə gün görmüşəm. Heç vaxt bu stolda oturmuşamsa onların səbəbinə Seda xanım. Əynimə kofta almışamsa onların səbəbinə. Bax onların çörəyi. Onları mən nə ilə alıram? Bax işləmirəm, eləmirəm. Nə ilə almışam? Bu həyatı nə yeyirəm? Onların mənə atdığı hədiyyələrlə. Ömür boyu danmaram. Niyə artist olam ki? Bu 4 ilə yaxındır ki TikTok'dayam. 4 nə artist eləmişəm? Bana deyirsən oxu, mən də özünü oxuyursan. Yox, ona cavab ver. Mən ona sən ona pis şəkildə cavab versən, amma mən ona mədəni bir şəkildə cavab verirəm ki, artist deyiləm, nağaymışam. Birini denən görüm, artist deyiləm, nağaymışam. Bəlkə deyirəm pulum yoxdur, mənə kartıma pul atın. Bəlkə deyirəm bu otağımı düzəldin. Özüm peyk eləyib qazandıqca hamı kimi mən də peyk eləyirəm. Bu TikTok'da o qədər peyk eləyənlər var ki, mən də yığıram, gedib restoranlarda xəşləmirəm. Bu TikTok'da Gedib yığıram, deyəm. elə insanlar Evim eşiyimi düzəldirəm. Evim eşiyimi eləyirəm. Altıda doludur, hər bir şeyində rahatlayıbdı, amma yenə də istəyir. Elələr də var, Qarnım sandıqda öyle açam tökər. Gizlətməmişəm mən heç nəyəm. Hamını sizin gözünüzün qabağında eləmişəm. Bəzi TikTokerlər var, milyonlar qap. Bir dəfə evini göstərib, otağını göstərib, yox. Amma mən sizlə bölüşürəm ki, sizlərin sayəsində eləmişəm. Nazlı xanım da yazıq dizdi. Nazlı xanım bizə yaxın adam. Mən gizlətmirəm, mən nəyəm oyam. Bunu düzəldəcəm, sizə göstərəcəm. Nazlı xanım, gözəl xanım, dəyərli xanım. Bizi sevər Nazlı xanım. Pulsuz şeyə pulsuz almışam deyirəm. Yox, bəzi şeyləri reklam eləyib almışam deyirəm. Kütləm var. Cəmaat çağırır, deyirəm bunu reklam elə götür bunu çıx get. Kütləm var, kütlə görsün ki, yəni mənim burada bu ünvanda obyektim var. Nazlı xanım. Amma bəzilərinə də pul verir. Hətta bir çırta görə 40 magnetofon sayı elə bil. Ay. Nazlı xanım, xoş gəlmişsiniz. Ay. Bununla qazı çox vururlar bu koluya. Kola qazı durur. Köpürdür. Hər tərəfimdən hava çıxmaq istəyir. Çörəyini yaman çox yedim. Deyələ, mən yiyəm. Yox, çox yedim. Qarnım şişəcək. Bunlar yiyəmirlər. Gizli qətiyi kinə mənim çıxardı. Ne pis ses çıxardır ya, bu sesi batsın. Kendim ettim ah be babuş, sevilmedim. Qoymuram. Ha. Salam. Uşaq deyib deyəsən. Kimi day qız? Sizin çok büyük fanatınızım, sizden görüşmek istəyirəm. Görüşmək istəyirsiniz? Mən Bərdədəyəm. Həm də doğru söhbətdəyəm. O tərəflərə gələndə sizin əvvəldə təxtik görüşə bilərəm, sizin çok büyük fanatınızım. Şəhərdə. Şəhərdə, evdə yox. Ha? Evdə yox, evdə yox. Hədə şəhərdə də şəhərdə. Hə. Şəhərdə hə. Sizi istəyirik, sizi bəyənirik. Allah dua eləsin. Yaxşı ki var, mamam da sizi sevir. Mamam da sevir. Hə, mamam da, mən də sizi sevirəm. Bu yaz həm qızı sevirəm də maması. Sağ qurban olum, ikimiz də sevirik ha. Ana bala sevirlər də səni. Qurbanım, ikimiz sevirik. Ana bala sevirlər səni. Benim evde bacım var, adı Rahibeli. Nədir ya ben? Nə? Yo, bizə yox ana. Yox. Yox, mənim evimə yox. Evdə olmaz. Evdə olmaz. Gör qıraqsın. Azı yox, mənim evimə yox. Yox, bir Ağcabədə gəl. Bizim xoruz Ağcabədəyə gəlim. kəsəsən denəmsə. Xoruz. Müftə evdəyə ki, xoruz kəsəsən. Ya Allah haqqı. Sən xoruz kəsəsə gedək. Dış başına xoruzam tələ qarnına otar. Rayonları qarnına.
Niye? Ha. Evet. Askerlikten aldı beni. Yok, yok. Benim kapımda xoruzluq düşür. Sizin mən kənd həyatı istəyirəm. Sen sevmedin. Bura harada Amerika həyatıdır. Bu şəhər yerdə. Keçər. Xəşxanadır. Oradasın. Ha? Oradasın. Hə, kol içirəm. Sabah gelirsin. Neçə yaşın var xanım? Benim hafızam var. Ele bir genci 45. Qızının neçə yaşı var? Fikirləşdi, o yalan deyil. Kızımın 23 yaşı var halinde. Oxuyandı da. Oxuyam. Okuyandı. Mən də bilirsiniz, ali təhsilliyəm. Bilirəm. Sen ağır dersleri çok güzel insansan. Biz sen severik. Hə, mən də ali təhsilliyəm. Nə deyim? Bir də bezdir deyil də bu eğri burun. Beşi burun olar. Halimiz de beğendirik de toyunda inşallah biz okuyasıyız. Həqqi? Ha, toyunda ben burada okuduk halinde. Keçər deyir ki, biz səddə bir orada bir oxu. Deyir ki, keçər. Keçər deyir ki, bir dənə orada xanəndə oxusun baxaq da. Ama güzel benim olsun. O qoxud verim. Deyəm. Səsi var bir şey. Səsinə başlayır. Halalsa. Halal da Allah. Eşq olsunsa. Eşq olsunsa. Gördün mü səsi? Hə, köşə səsi var. Halalsa. Adı nədir? Adı o dilimi dişlədim. Ay xanım, dilimi dişlədim. Geçen okuyu gördün. Nə tər oxucu dilimi dişlədim. Hə, çox gözəl. Adı nədir? Abi dedim sen direkte yazacağım. Direkt nədir? Zəng eləmisiniz deyə. Direktə mən baxmayacağam. Direkt ne yapayım? Bazen giremiyorum. Adım hepsi de kulağınızı beğendi. Orada çekmiyor. Qulağını qulağıma deyim. Aqibətdəndir necə? Peki. Məni bəyənirsiniz xanım, məni bəyənirsiniz. Biz sen seviyoruz. Beğenmen nedir? Geçərəm çıxdı. Sen seviyoruz. Biz sen seviyoruz. Əriniz də mənə baxır. Ben baksınlar. Sen sevmek günahtır. Beğenme demek ki. Yox, o mən də demirəm, güman. Ərim mənə baxır, deyirəm, tanıyır məni. Eğerim de bakır. Oğlum da kızım da. Hamısı bakır ki. Biz aileni sen seviyoruz. Daha boşanmazsın sən. Çox dolar. O da pisine var ki seviyoruz. Sen. Demirəm, pis nəsə var, yəni bilmərdik mən. Ona biz gələcəyik. Bir çən Gel çiçək. buraya kurban gel. Qoy nömrəsini, ala yaz Ağcabədəli qız. Xanəndə. Hə, ala yaz mənim yağ. De bura. Tez bax, de ora gir. Xanım adımı vermə. 3 nöqtəyə gir. Verməm Hə, artıq. 3 nöqtəyə gir. Deyə kişilərə əklə. Ya da bilirəm də tipoizat deyil amma. Hə. Ne buna mı yazdılar? Hə, adımı vermə yazsın. Ha iyi. O qismət əlimə gəldi. İndi həngələ işin bəri Al, olsaydı, al yaz. axtarardıq. Ağcabədəli Orada xanım. oxuyardı. Ha İlimden yazmış. Hə. Yazdım. Yazdım. Ha, Ağcabədi aski. ne bak gelmek Aski nedir? Yazdım ki, yatırıb biləsən, biləsən. Sev yazmısan. Sev yazmamışam. Aski, aski nədir? Yazdım. Aşk yazardın onu, sevdirəm. Yolu aşk. Oley. Hə. Ha ne bak gelinden bir gün kabaktım bana haber ver saklı alacağım getireceğim. Qapıda saxlamış ki. Qapınıza saxlamırsınız ki? Yo evde özümüz ailelikten hafifhanen değil. Evde tapılır ki korusu takılıyor. Bu yaz neyinirəm az mən alınma xoruzu. Mən qapı xoruzu. Kapıdan alacağım ya. Kapıdan alacağım kapıdan. Kapıdan alacağım ya. Defol istəmir, gələ bir çay. Ağcabədin harasındansınız? Özümle. Özündən. Hansı tərəfdə qalırsınız? Aldı bedeni kazıdarak tarafı.
Yaxşı. Gətirəcəm, istəsən hələ qalırsan da. Yox, Yo, qalma. Gəl, burada mənim uşaqlarımın bir qəşək burada bir dənə oxuyun. Sizə qəşək yemişmə verəcəm. Mənim səsim yoxdur xanım. sən səsin yox, mənim səsim yox, mən Mənim oxuyaram. uşaqlarımın yanında mənim qızım öz oxuyacaq. Mən də oxuyaram. Sənələrsə gəl oturmayarlar, uşaqlarımın önündə. Qızlarıma klip çəkdirəcəm, mahnısına. Ha? Bir də klip çəkdirlər, mahnısına. Klipdə çəkib. Həqiqi. Yox, biz O mahnısında klip çəkdik. Klipdə çəkilim. Yəni, çəkib. Gəl bizdə Ağdabəddə bir yerdə klip çəkdirik. Az klip yox, TikTok. Hələ TikTokda qəşək Hərsin klip ayrıdır. Klip müğənnilər oxur çəkir. Klip ayrıdır. Oxuyun, paylaşın, TikTok çəkin, 1-2 dəqiqə qalır, həm 5 dəqiqə qalır. Bu da reklam istədim. Reklam. Yaxşı. Yaxşı. Oldu qadınım, özündən müğayət gələndə demir. Demədi ay xanım, Nizi xanım demədi adını, deyir qulağına deyərəm adını. Sağ ol xanım, adı boy verenlərim yağlıdır. Sağ ol qadınım, sağ ol. Hə, qada görmür. Sağ ol, sağ ol. Biz niyə belə oluruq? Bizi sevinmək düşmür qardaş. O reklam. Bizi sevinmək düşmür. Sevinmədi, sadəcə demişim sevinmə. Reklam. Məni də sevindirdi, bax burada həyəcanlandım. İçimə bir həyəcan gəldi. Dim dingildədim yerimdə. Bax mən belə oluram, demişik. Görə məni tapanlar niyə ancaq reklam istəyir ki? Günüm onlar mənim yerimdə olsalarını axarar. Mən bir özümə görə sevən olmayacaq. Mənə elə gəlir ki, Niyə bu kütləyə görə? mənə elə gəlir ki, sənin bəxtin, talihin bir yerdə durub səni gözləyir. Sən onu TikTokda tapmayasın. Mənə bax, mənim hissiyyətim güclüdür bilirsən. Sən onu görəsən və vurulassan. Bax, mən onu istəyirəm ki, sən onu yolda gör. Niyə olmayacaq ki aşağılar? Niyə elə deyirsiniz ki? Mən istəmirəm kimsə məni reklama görə istəsin. Reklama görə mənlə oynasın, kütlə qaldırsın. Şeyə görə istəmirəm, canlı. Burun əyilini qoş, biraz onunla mırtlaşaq, biraz halımızı açıq. Mən isə məni özümə görə bir sevən bir insan olsun. Nastrina öldü təmiz. O da yoxdur. Mənə zəif vuranlar mən ancaq reklama görə. Ki nədir, biraz kütlə var. Bir 5.000-in, 3.000-in içində deyil görsəm. Qayıtlara düşün. Seda xanım, mən də sevirəm. Çox sevirəm. Bir dəri olmuşam, bir sümük. Aşk məni günü Özümə günə görə istəyən biri olsun. Şam kimi əriyirəm. Şam kimi başım əriyir, Həqqi. bədənim əriyir. Nə bilim, İnşallah. nə bilim. İndi çətin tapılır. İtlər idi ayağını vur qapıya. Əsl sevən ay baboş, sənlik heç nə yox. İndi çətin tapılır əsl. Niyə ay Seda xanım? Düz deyir. Sevgi var da. Düz deyir. Bu dəqiqə sevgi çox azdır. Ət yemədi. Niyə yemirsən ki? Yox, xoşum gəlmədi ətdən. Amma kartofla suyuna söz ola bilməzdi. Əti sevmədi, bir də oradan ət almam. Həqqi. Allaha Quran ətini sevmirəm mən. Nə var ki? Yazım hamımızda. Siz də mənim kimsiz ay uşaqlar. Niyə özü ver bu? Deyək ki, hamımızda belədir. Nə? Bizi sevinmək düşünürük. Allah haqqı. Sevinməyimizin axırı hüsrandır. Bundan beri sevinməyik. Aşağı Leman adını çəkməyin də. Leman. Leman deyil, biz sevgili deyilik. Yazırsınız Leman. Lemanla biz klipə çəkilmişik. Karseri ki, biraz öz şeylərlə maraqlandı canım. Mənim dərdim sağa qalmıyor. Sonra bax bloka gedirsiniz. Sonra da bax zəngilif yalvarırsınız ki, blokdan çıxar. Uşaq yazıbdı. Uşaq niyə yazır ki? Gecə saat 11-12-dir. Uşaq olar indi. Özünüz yazırsınız. Dilinizi, əlinizi diş qoymursunuz, yazırsınız. Bloka gedirsiniz. Sonra da yalvarırsınız. Mən atılan bloku heç vaxt çıxartmıram. Heç vaxtda çıxarmam. Heç vaxt. Sağa qarşı bir dəfə cürət edib səhv eləyəm. Günel xanım var, müəllim. O da mənə zəif vurur ki, bloka gedib. Nəsə eləyir ki, gedir. Durduq yerdə heç kim bloka getmir.
Davud Pro var değil mi? Məni istəyən xanımlar. Onu niyə atıblar ki? Onu atmayıblar bloka. Onun padruqalarına. Bax, onların iki dəfə dedi, hə dedim, amma çıxartmayacaq. Ha, yo, çıxart. Çünki mən və yaxud telefon evi durduq yerə heç kimi blok. Bilirsən onlar kimdir? Mən sənə deyim, kimdir onlar? Onlar səni istəməyib, amma sənin canında oturan insanlardır. Durur, axırda özünü saxlaya bilmir, səni ya kaydın altından, ya səni pisləyənlər yerdə, sən protiv olur, bloka gelirlər. Sonra da yalvarlar blokdan çıxart. Onları da çıxartmam. Sağa qarşı bir dəfə səhv eləyəm. Mazəyə ki, uşaq eyib. Hər zaman səhv eləyəcəkdir. Bax uşaqlar, mən Uşaqlar, məni qayd edirlər. Bax, orada altına mənim haqqımda xoşa gəlmək Davud Pro yazır. yazır ki, ədə buradayım. Deyə Allah haqqı Allah'ını və mən niyə görmədim? Salam ay Davud Pro. Yəni dediniz dostumu padruqamı çıxart, blokdadır. Durduq yerə məni atmadan telefon evi də atmaz. Hardasa kimisə canlısında mənim kimsə pisləyəndə orada yazacaq düzdür, budur. Ələ bax, belə işarəsi qoyacaq, ona görə niyə atmırıq? Mila, bax mən sənə bir söz deyim canım. Bir insan sənə qarşı cürət edib səhv eləyirsə, o sənə hər zaman səhv eləyəcəkdir. Bunu heç bir zaman unutmayın. Bir insan sənə qarşı səhv eləyirsə, o sənə hər zaman səhv eləyə bilər. Onu heç vaxt bağışlamayın. Mən niyə bağışlamalıyım? Mən ona nağarmışam ki, mənim kaydımın altından sürüyor. Bağışlama. Bu ruzini verən Allah'dır. Mənə hədiyyə gəlib tutaq ki, kimsə nəyəsə padak verir. Dişimi vermə. Yox, sənə səhv eləyən adamlar görürsə, sənə işte səhv dalbadar eləyir. Bağışlamısa səhv eləyir. Bağışlamasa səhv eləyir. Amma da bundan sonra ona görə də bağışlamaq lazım deyil. Bağışlamaq lazım deyil. Sən onu bağışlayırsan, sən bir oxuduğun kitabı bir də oxuyursan. Amma bax, çox düz söz danışırsan. Əlbəttə ki, mən düz danışıram. Bu kütlədən ötürü ilahi bu kütlə nəymiş? Allah, bu kütlədən ötürü nə qədər rollara, dildə girənlər var. Az kütlədir lan, ha? Kütlənin elə kütlədir lan, səhər yerə başqa baboş çıxacaq, mən atacaqlar, gedib onu izləyəcəklər. Nə olubun az sizə, kütlədir lan, ha? Canlı düşün də. Niyə düşür ki? 5000 adam azdır. Deyir, çox, mənim işdə rejimə də deyil. Yox, 5000 adamı sən az hesab edirsən. İlin günü bu vaxt 5000 adama az adam. Mən az adam demirəm, mən sadəliyimə görə sevirəm. 5 kəndin cəmaatı deyil. Mən heç kim qaldırmayım. Mən heç kim qaldırmayım, mən özüm qalmışam. Bir insan məni qaldırsa deyirəm, mən bəli, bu insan qaldırır. Bu insan tanıdım. Allah'a şükür, canlaşdım. Çox bərbad ağırdadım. Beauty. Fidan xanım, xoş gəldiniz. Kosmetoloğum Fidan xanım. Çox sağ ol Fidan xanım. Baboş qardaşım, necə kökəlirsən? Xoş gəl, Fidan xanım, siz moderatorsunuz burada. Qoca moderatordur Fidan xanım. Yox. Verdim. Demişdi, gəlmə moderator verərsən. Hesab deyil, Teymurdan pullarım. Çox sağ ol, Fidan xanım, siz də mənim ürəyimsiniz. O mahnı dəyiş də, qurban olum, sağ qurban olum. Ayağın altında ölüm, onu dəyiş. Yeməyə sarı kürk atmısan, bəli. Niki, çox sağ ol. Hədə. Qıfı, sağ ol qaz üçün qıfı. Mila canımsan, ürəyimsən. Eldənizsiz bir günün olmasın. Əlbəttə ki, olmasın. Ürək dirək verirəm ha. Allah sizi var eləsin. Yaxşı insanları Allah yaxşı insanları qonusun. Allah bizə Mənə istifadə eləmiş ki. yaxşı insanlar Canlaşma eləmiş. Çox sağ olun. Gözəl söz yazanlar. Dur, çayı da sən qoy da O qızsın. tərəfə keçə bilmiyor. Ala, mən belə çöndərirəm. Dur, çayı da sən qoy. Eldən sağ ol, ay xəngələyişim.
Ay, ay, ay. Uşaqlar Ramazan ayı çıxır. Gedin xəngəl işinə. Denən o evdən işini çatına ver. Bax bu nömrə mənə yaman sosdan gəlir. Bu gör kimdir bu? Bəli. Bəli. Tamam, necəsiniz? Çox sağ olun. Babək bəy danışım. Bəli. Necəsiniz Babək bəy? Çox sağ olun. Çox sevirik. Hə. Sabır damlalar və sizi həqiqətən də çox sevir, sizinlə danışmaq istəyir. Olar? Padurqanız var, məni çox sevir, danışmaq istəyir. Bəli, bəli. Hə, verin görüm. Alo, Bəli. axşamınız xeyir. Nətərsiniz? Abətiniz xeyir, yaxşıyam. Siz nətərsiniz? Çox sağ olun, Məcəh. Mən sizi çox sevirəm. Sevirsiniz, yoxsa falan? Bəyənirəm də, onu demək istəyirəm. Ailə qurmaq istəyirsiniz? Yox, yox, başına dönərəm. O mənada yox. Hı. Çox Yoxsa istəyirəm. bəyənirəm də, çox istəyirəm. Bu yay bağışı, ta deylə çox istəyirəm da, deyirsiniz mən səni çox sevirəm. Sevmək hara, çox sevmək hara. Sevgi, sevgili olanda deyirlər. Kövrədim, kəsləşdim, kövrək oldum, belə nə bilim, sözüm qalmadı dilim. Safidən xanım istəmə. Harda qalırsınız? Səsiz gəlmir. Harda qalırsınız? Bakıda qalırım, sizlər də qalırsınız. Bakıda qalırım, gəndə Qovilin girə gəlmişəm. Mən də Bərdədə. Necə? Mən də Bərdədə. Hə, nə yaxşı. Yox, nə yaxşı Bərdə qalım, ay qız. Gəlin bizə. Yox, sağ ol. Yox, sağ ol, siz gecə Anladığımız vaxtı. adamdan evinə Yox, getdik. neyse qonaq olaraq gəlin bizə. Biz evə getmirik. Biz evə getmirik. Yox, biz evə getmirik. Niyə Bakı şəhərinə gəlmirsiniz? Gəlin, oturaq deyək burada. Restorana gedə bilərik, amma evə getmirik. Restorana gedib, sizin xəngəl işinə gedib oturub yemək yeyə bilərik. Xəncə istəyirsən. Yox, xəngəl işlə tək xəngəl deyil ha. Deyil ha. Bütün yemək, kebabı var, qənədi var. Hə, Hardan ki o? Deyil içəri şəhər. içəri şəhərdə. Bizdən ora kulunza dolar, Ha? Bizdən ora kulunza dolar, başınıza anladarsınız. Klub nədir? Klub nə də az? Az az kiraz. Klub nə də orada dəyərli arvadlar gedir. Ya cəmaət oturur. Ailəvi restoran. Ailəvi restoran deyil. Klub tız olan yerə deyilir. Həqiqi deyirsən, nə? Yox, yalan deyirəm. Ninada. Yox, xarabladı. Xarabladın az yeri. Sizə deyə bilən klub olar. Ailəvi yer cəmaət görməyib. Butikli, minnoşu. А то как ты замолчики? Alqaq insanlar gedir ora. Alqaq insanlar getirir. Xəngəl elə bir yer deyil. Bakıda nömrə 1-dir. Eşitdən get. Orada bir xanım var idi. Gəldi. Mənə dedi səni çox istəyirəm. Range Rover-i də var idi. Gəldi cibindən yüzüyünü çıxartdı. Cibindən yox, burasından. Əlini atdı bax bura. Yüzüyü çıxartdı belə. Burama sürtdü. Dedi qoy cibinə. Mən dedim olmaz bu nə idi? İçi qaz yanmışım, çaydan qoymuşdum onu götürəm. Həqiqi. Uşaqlar, burada Nazlı xanım var, ona takip edin. Bəli. Çox gözəl. Azərbaycan Yazın pastelini sabit. gedirsiniz uşaqlar. O pasteli gedib sədərəkdə axtarırsınız. O sədərəkdə olan bir şey deyil. Onu Naz xanım özəl olaraq Türkiyədən gətirdirir. Sırf Azərbaycanı bir də Naz xanıma məxsusdur. Alfons. Alfons nə yaman ya? Az az mali söz deməyin. Az Alfons nə də? Mən deyir kimi qadın pulu yeməmişəm. İndi kimsə məni çox istəyir, şot verib o ayrı, amma indi deyir kimi sevgi olur, kimsə qadın pulu yeməmişəm. Mən elə kişilərdən deyiləm az. Kiraz o sözü ağzınıza belə almayın ha. Ağzınıza belə almayın o sözü. Məni nifrət edirəm Alfons. Mən kişi xeyl ağamaz. Mən niyə qadın pulu yeyirəm? Mən qadın alıb saxlayacağam. Deyirəm Alfons deyir ya, görsən mən. Mən niyə Alfons oluram? Necim kim pul yiyir? Fanat da çox istəyir, pullu insandır. Gəldi, oturdu ora, şot vermədi ha. Dedi alam bunu sən qoy cibinə, sən çox istəyən fanatını. Oğul da mənə baxırdı. Düz deyir, deyir, sizdir. Özüm bax sən oxusan mən də oxuyacağam ha. Yaxşı. Salam. Keçəl, buradasan. Samira, çox sağ ol. Bal babuş, çox sağ olun, çox sağ olun.
gülsən? Sağ gülüm. Rufa Pamadamız, az mənim dudağım qırmızıdır, pamada nədir? Sizə danışma. Gözəller var. Babuş kendim ettim ah be babuş Bəli. 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 Abətin xeyir. Yaxşı, çay qızmağa qoymuşam. Çox sağ olun, xanım, buyurun. Babuş bəy, mən əskiyyatımın açılışıdır. Bərdədə olursunuz. Seda xanım, o ahuşkan... Ətriyyatınızla parfüm satırsınız. Ahuşkanı at da səs sizə. Ətriyyatınızla Bakıda Uşaq olursunuz. şəkili qoy profilə. Ağcabədi ətriyyat, necə zəngin olmuşdu, ətriyyat satırızı. Bey atsın kartımızdan sonra. Qiyməti? Məhvüz. Məhvüz. Yaxşı, Ağcabədidədir. Qoy alayın şeylə danışın, dostluqla. Keç oradan danış, hə. Alo. Salam əleykum. Mundar niyə oluram ki, elə yazırsan ki? Niyə mundaram ki? Niyə elə o sözü deyirsən? Mundarı elini ağarmışam ki? Yemək pişirəm, yerim, tək adamam. İzləyicilərimlə yeyirəm. Mənə sevən olsa yeməyə görə tanınmışam da, yeməyə görə sevilmişim də. Mənim canıma girən həmişə yazılar yemək yemisən. Yeyib baxar, iştahlanıb biz də yeyərdik. Mundar niyə oluram ki? Pis söz danışıram, tərbiyəsiz hərəkətlər edirəm. Mundar niyə oluram ki, o söz yazsam? Ayıb olsun, sağ. 4 ilə yaxındır ki, TikTok-a girəm. Bəlkə bir dəfə pis söz danışmışam, bəlkə bir dəfə pis söz söymüşəm. Çox sağ olun, Mingət çevir. Paxılsız deyil, sizi qınamıram. Nə oldu? Nömrəsini qeyd edir də bə? Demin sən girişinizdən. Gözəl insansın, çox sağ ol. Burada WhatsApp sən gibi, WhatsApp sən gibi. Çox yəni. Bəli. Çay qoymuşsan, hə qoymuşam. Həqiqətən də ağıllı oğlandı. Niyə ağıllı olmayım ki, niyə ki? Mənə eləmə elə Bəli tərbiyə xanım, verir. buyurun. Kim nəsə bir pisliyinin dəyimi verir. Abid xeyir. Çox sağ olsun, necəsiz? O el dənizində saxsın. Nağarım və təkəm. Sizin bir dostunuz yoxdur, təkəm. Nağarım və kimlə söhbət eləyim? Heç İmam Haqqı evimə gəlmək istəmir evimə. Deyir ki, otur, mən də artıq gətirəm ki, tək söhbət eləyirik, yanımda olursan, deyirik ki, danışırıq. Niyinimə də təkəm, mənim də o bir dostum olsun da. Nə olacaq? Ağzını sil. Öldənizə dəydi. Yox, Öldənizin maması var. Tək olan bəyətdə mən də deyirəm gəlsin. Nə həkimsiz? Tot özünü arvad elədi. Nağarım ki, hər keçi öz ayağından asılacaq. Mən arvad eləməyib, özünü eləyib. Gəlib yazırsın. Öz həyatı da özü bilər. Mənə qarşıma düşməz kim arvad eləyib ki, özün kişi eləyib. Psixolog isə bir mən danışım. Psixolog yadır. Mənə psixolog lazım deyim, mütləq. Qoçusur görüm mənə. Alo. Salam, siz psixologcusunuz? Harda olursunuz xanım, mənə lazım deyil. Adım deyil hələ. Görmədim. Hə, reklam adını deməyim. Adım hələ deyil. Hə, indi mənə bir-iki sual verir də, görüm psixoloqa aid görək. Hə. Sizdən qeyri-ixtiyari olaraq, yəni adekvat olaraq hərəkətlər olur. Onlar hardasa şuuraltı deyirik də, yəni. Nə hərəkətlər xanım? Bəzən görsən jestlər olunur. Bu barədə istəyərdim ki, sənə qəsdə olun. Yox, nə hərəkətləri? Söhbətli hərəkətlərdə. Məsəl üçün, sizə hansısa bir kimsə sual verirsə, ona necə cavab verəcəyinizi bilməlisiniz. Yəni, hər şeyə fikir, əslində hər şeyi bilib, amma bildiyiniz kimi deyil. Öz tərzinizdə cavab verməlisiniz. Anlada bilirəmmi? Yəni, siz kimlərləsə, kimlərin
Hı. Həqqi. Nağarəsindən də nağaraq kiməsə. Hı. Hı. Hə, ağ vərək qoyum. Hı. Anladım. Mən o vərəklər işini görməm, o qabağımda vərək yoxdur, xanım. Haa, məsələn. Test edirsiniz. Valla mən indi bax qabağımdakı divardan nə görürəm? Aboydur belə gedir ki, güllü belə gedir. Onlar deyil ha. Ağ tuzluqda bəx ha, ortasından belə xət gedir. Deyir, orada xət gedir ortasından. Onu görürəm. Ay sağ ol. Belə deyək, onu görürsən, düzdürmü? Hə. Sən niyə onu görürsən ki, niyə o boyda aboyla gözəlliklərini, gözəl güllərini görmədin? Oradan bir dənə o xət geçməsi səni gözünə cəlb elədi. Bu ya, deməli mi sən o bariyyə diqqətlə bax nə görürsən? Mən də aboyuna baxdım, o baxdı bariyyə diqqətlə baxdım. O tuzluq gedir, tuzluğu görürəm. Babək əzim, ay sağ ol. Bax, bizim də ən yaralı yerimiz nədir? Bax, o belə cizgi bizim beynimizə götürüb, gözümüzə görsənəndir. Biz əslində onu görüb də, görməməzlikdən də gələ bilərik. Yox, xanım, mən onu istəmirəm. Mən psixoloqa gələndə barıdan niyə danışaq ki? Mən o barı neyinəm ki, mən barım cızıq görsənir? Mən ondan danışmaq istəmirəm. Bar nədir? Bar nədir? Barıdan, bardan, az bar yox, barı. Bar nə daha? Demək istəyirəm ki, o həmişə öz o bildirdi. O nədir ki, qara ləkə görsən, bax, sənin həyatı bu düşüncəvi elə yaşayacaqsan. Bax, Babək, təsəvvür elə irəli getmək istəyirsən, düzdür? İrəlidəyim də, xanım. Mən sənin üçün, Babək, sən bir dənə düşün. Məsələn, çünki sən irəli getmək istəyirsən, düzdürmü? İrəli getmək istəyirsən, amma ağır çiynində yük var. Sən o yükü yerə qoya bilməzsən, sən hər şeydən rahatçılıqla, içdən, dərindən nəfəs alaraq, iri addımlarla yürüşə bilməzsən, sən irəliyə doğru getməyəcəksən. Sən çönüb arxaya o yükə baxa-baxa qalacaqsansa, ömür boyu sən irəliyə doğru, normal, yəni sağlıqlı addımlarla gedə bilməyəcəksən. Nədir, xüsusən baxmayayım xanım arxaya? Xeyr, əlbəttə ki, baxma. Arxada sənin olsun yükün var, sən o yükü qoymuşsan. Sən əslində o yükü... Bu baxımdan yükümə, bu nə qoymuşam ora? Yox, Babək, yox, həqiqətən də. Arxaya baxma olar, yəni o keçmişini unutmaq lazım deyil. Amma keçmişlə də yaşamaq. Bu yaz mən keçmişim hava unutmuşam, yazıq canım. Həmişə xatlı demirəm mi? Ay, Babək. Bu yaz mən keçmişim unutmuşam ki. Kim belə gətirəydə? Məsələn, sənə bir çox misallar çəkirəm də, anlata bilərəm mi, Babək? Hə. Ay xanım, mən sizin yanınıza gəlmişəm. Mənim psixologiya ehtiyacım var. Mən o arxamdakı yükə baxmaq istəmirəm. İndi sualdır, mən gəlirəm danışmağa. Mənim psixologiya ehtiyacım, mən neyim arxamdakı yükü? Ay, sağ ol. Bax, söhbət belə siyans deyə sadədən mürəkkəbə gedir. Yox, mən hər şeyi, yükü neyinirəm xanım, evim doldu yüklə. Qadan alıb, döşəyim, anamdan qalma döşək, sandıq, o yükləri doludur.
Söhbət o yükdən getmir. Adamın çiyinlərində bir rahatlıq, bir vicdan, bir... Yox, çiynimdə rahat, ağrı yoxdur. Allah rahatdır çiynim. Çiynimdən razı deyil, razıyam. Babay, söhbət. Belə deyim də sənə. O ağrılardan getmir. Əzizim, sənə qurban. Demirsən çiynindəki yüklərə bax. Çiyin. Yəni yüklərə baxma deyirəm. Baxma. Ay xanım, mənim çiynimdə yük yoxdur, qadan alım sənin. Mənim psixoloji ehtiyacım var. Amma mənim çiynimdə vallahi yük yoxdur. Bunlardan gedir də, bəs seans birinci seans, ikinci seans. Bəs seans kurs bəsmal sadədən mürəkkəbə gedə bilərsən. Xanım, mən lazerə gəlmirəm, qadan alım sizə. Sadədən mürəkkəbə... Lazerə gəlməm seans. Aylar vermədi. Bəs kurs gedir də, müalicə 4 kurs əzizim. Baxın, normal belə adi terapevti, nevropatoloqun və yaxud da ki, nə bilim, kardioloqun yanına get də, orada da 4 kurs müalicə getməlidir. Bir kursun da ərzində bir seans, yəni kursdur. Sən o lazer seansından söhbət getmir. Bir kursdur. Başa düşdün mü? Bu kursların arasında 10 gün seanslar olur. Anladabilirəm mən? İndi mən oluşma, Bakıya gəlirəm yanınıza. Aysa, bax, hökümün olsun. Babək, hökümün olsun. Höküm bilirsən də nədir? Bir də xanım, mənə lağ eləyirlər. Bax, mənə diqqətlə bax. Görsən məni? Baxıram, əzim. Baxıram. Bax, mənim bu sinəmin belə yekə olmağı, sinəmin çıxmağı nədəndir? Hormon çatışmamazlığından da ola bilər. Düzgün belə deyək də... Yeyirəm. 2 dəfə yemək yeyirəm. Bir səhər yox, saat 2-də zada yuxudan durub, onda yeyirəm. Şimdi çayla peynir. Birində gecə. Əslində gecə yemək düzgün demək deyildi. Bu birinci. İkinci hormonlardandır. Üçüncü belə deyək də normal həyat yaşamağındandır. Nətər normal həyat yaşamıram? Anormal həyat... Düzgün həyat sistemini qurmursan da, sağlıqlı bir həyat, gündəlik rejimin yoxdur. İdmanla məşğul olursan, Babək. İdmanla məşğul olan kimi təhzilim qalxır. Bəy, mən getim ştanga, orada mənim əlimə ştang verdilər. Denən, uzandım belə. İdmanla getmir. Ay, Babək, sənin bu dəqiqə məsəl üçün, bax, qara ciyərində... Belə idmanında, idmanı, Hər gün, səhər sən kardiyo eləmə, yəni yürüyüş eləməlisən, qaçmaq yox Az yox səndə, səhər durur, aç qarına tezənə aydın mı gəzin? Nəfəsim kəsilir. Sağlıqlı yaşam budur da, əzizim. Bax, sənin belə deyək də, qanda xolesterin sayının miqdarı çox ola bilər. Yəni, bax, xolesterin qanda xolesterin, yəni. Sən az ye, tez-tez ye. Yox, xanım, mənim qanım xolesterindir. Mənim qanımı, nədir ona, qanı, o şəkərim zadını yoxlamaq üçün biraz iğnə ilə çəkdilir, qıpqırmızıydı. Quranla da qıpqırmızı. Allah'ım dostum, deyə vurdu dodaqlarıma qıpqırmızı. Mənim xolesterinim yoxdur. Qanda xolesterin bilirsən nə deməkdir? O da yəni qanı xarab. Mənim qanım xarab deyil Allah. Xeyr, qanı xarab nədir? Babək! Aşkım, demədi bu qanı xolesterindir. Qanda xarab yox, xolesterin. Xolesterin nədir ay xanım? Qanda xolesterin, yəni qanda yağlılığın miqdarının çox olması. Bədəndə necə artıq çəki var, yüksək. Bax, qanda da artıq yağ var. Az ki, Bəs nə? Sən qanı da yağ olur, müayinələrində, check-up müayinələrində keçməmişsən? Məndə də var, Sən keçməmişsən həkim check-up müayinəsindən indiyənə qədər? Check-up nə? Uzanıb o şeyin, bura qoyur. Yox, check-up yəni ki, o başdan ayağa qədər. Check-up odur, bütün müayinə deməkdir. Valla keçmişəm bütün müayinədə. Dişidir eləmişəm. Sonra böyrəyimdən vermişəm. Sonra ağzımın içinə həkim... Böyrəyinə nə vermişsən? Böyrəyimdən gedib dişi eləmişəm, vermişəm ora. Qanın analizini vermişsən? Qanımın da analizini. Qanımı da vermişəm. Uzanıb ağzıma şey də soxdurmuşam. Nədir ona? Uzandım ağzına alarsan durana kimi. Arxam, siz psixolog deyilsiniz. Siz mənə gülməyə, mənə ciddi bir psixolog lazımdır. Hər yerdə keçmişəm, maşallah. Uzandım belə, ağzımı açdım, arxanım. Saldılar deyib, bura kimi. Baxdılar, dedilər, mədəndə şey var. Sən nə?
həkim gülər üzlə, gülə-gülə danışmaq, həkim belə sifət eləyirsə, biz aurasında... Siz həkimsiniz, xanım. Bu xəstə sağala. Bəs psixolog həkim deyil, ata. Bəs həkimə gülər üzü, nur üzü olmalıdır, pasiyentə gülər üzlə yanaşmalıdır, şəffaflatıcısına yanaşmalıdır. Nə danışırsan, ay Babək? Bilmem, yox, mən sənə görüm, bəzi həkimlər kimi acılı, agresiyalı, öz zəhərimi sənin üzərinə töküb. Bəs sən məndən imdad diləyirsən, sağlıq diləyirsən. Mən sən necə, elə şey mi olar? Allah dilədim, ay xanım sənin imdad. Dedim psixoloqa ehtiyacım Yox, var. mən sən üçün deyirəm, Babək. Səni bu, baxın, sizdə bu vəziyyətdə adaptasiya, yəni keçid eləmək. Yaxşı, indi mənim qanım yağlıdır, o nə deməkdir ki, yağla, hayır, qan yağlı olar da, qurulsun. Qan yağlı olmaz. Bəs qanda tromb yaranacaq. Tromb yəni laxta. Başa düşürsən? Askir həqi, donacaq qanımında. Babək, ay Babək. Ha. Bəs görürsən, bax, elə bir dənə məntiqlə bunu fikirləş ki, mən səni bu düşüncəndən çıxarmaq istəyirəm. Başa düşdü? Yox, xanım, qanım donacaq laxtalanında. Qanda laxta olacaq, əlbəttə ki, laxta tromb... İstəyə verəndə açılmayacaq bə onda donsa. Ay, yox, Babək, yox. Ona görə deyirəm ki, sən həmişə hərəkətdə olmalısan. Ben qaraciyərində piylənmə olmasın deyə. Bu yaz mən həmişə hərəkətdəyim. Bax, gedirəm toyuqların yerinə əyilib qalxıram, yemək verirəm, suyunu dəyişirəm, gəlirəm bura, oradan qaçam itlərinkini dəyişirəm, buradan. Və bu nə deməkdir, ay xanım? Hərəkət deyil bu. Xeyr, hərəkət deyil. Siz istənilən bir həkimə belə desəm, əlbəttə ki, o da təsdiq edəcək ki, xeyr, hərəkət... Ben ağarmalıyam xanım, mən deyilən eləyim. Və dedim axı, hər gün maksimum 20 dəqiqə, yarım saat kardiyo, yürüyüş eləmə. Ərinirsə ki, aparatlar var, sağda, yəni idman salonunda. Heç sizə demirəm işdə ağırlıq qaldırın, sizə demirəm pres eləyin. Yox, sadəcə yürüyüş eləyin ki, həm oynaq əzələ ağrılarından canınız qutarsın. Gələcəkdə ya, indidən yox. Bəs xanım, yaxşı onda sizə bir dənə də şey deyim. Mənim bu qarnım var, qarnımı görürsünüz. Görürsünüz. Bax, buradan çıxıbdır. Sinəm buradan çıxıbdır. Elə bir altdan çıxmayıb da, buradan çıxıb. Niyə elədir? Mədədən çıxıb elə bir qarnım. Ay, sağ olun. Bilməm, bu nə tərəlidir? Sizin normal, mədə bağırsağınızın düzgün işləməməzlikdən gedir. Niyə düzgün işləmir ki? Mənim bağırsağım düzgün. Metabolizmdən gedir, metabolizmdən. Bilsən necə, insan... Ay xanım, ondan da elə köpüm var. Ödümün... Deyirəm də, köp nədir, bəs metabolizmi nədir? Köp öd eləyir da, ana. Köp yaradır da. Sən bilirsən necə eləməlisən, yeməyinə ciddi şəkildə fikir verməlisən. Lobiyadır, noxuddur, mərcidir, bu cür paxlalı şeylərdən uzaq olmalısan. Sən bunu bilməli qoy qırağa. Sən ümumiyyətlə sabahları bir özünü deyən həkimə müraciət elə. Demə mənə belə bir xanım, bu həkim mənə belə bir müraciət, belə bir səsləndi, çağırış etdi mənə, belə bir köməklik eləmək istədi. Nə qədərinə düzgün deyirdi. Onu sizə deyəcək hamısını. Heç nə gələndə şey eləyərəm, əlaqə saxlayaram sizinlə. Mütləq, narahat olmayın əzizim, yaxşımı? Ya, məsələn. Allah sizə kömək olsun, yəni həmişə sağlıq içində olasınız. Təşəkkür edirəm. Çalışın sağlığınıza fikir verin əzizim, yaxşımı? Yaxşı. Sağ olun, çox sağ olun. Aşağı çox şey başa düşmürəm də, soruşum da. Bu həkimə zada gedib utandım, dedim çox söz verim ki, mən arzulayar ki, nə qədər də yorulduq, nə vardıq. Yo, nə danışırsan? Elə söz demə. Baba, sən idman mənim, həqiqi düz deyildi. Mən psixoloji şeyə getməliyəm, nədə ona qaçmalıyam, sərsər durub. Heç hərəkət eləmirəm, düz deyir. Toyuqların zadın yerinə gedib əyilib qalxmaq hərəkət deyil.
Mən qaçan kimi təngi nəfəs ollamaya qaça bilmirəm ha. O sabah her nəfəsdən düşürəm halsız. Heç özünə baxmırsan, düz deyirsən. Axırda yemək məni öldürəcək. Düz deyirsiniz. Nə deyirsiniz? Düz sözə mən susasıyam. Naxarımı da pişirib yeyirəm. Ay Eldəniz, gəl çayın altını şeylə, bu tərəf çayda sənlikdir. Yeməyi mən pişirdim, çəkdim. Çayı da süzüblüm oynatmışız. Gəl də çöndərmişəm aynı telefonu. Ha? Metro. Gəl çöndərmişəm. İstemiyorum ben çay. Çay içmek istemiyorum. Yo, ama çörək yemək. Qaraciyarın piyin içindədir. Sen karaciğerin çoktan öleceği. Məni qəfildən yıxılacam yerə, qəfildən. Nəfəsim kəsilir. Axşam yuxum gəlir, birdən təngi nəfəslim. Ürəyimin qaraciyarın piylənməyindəndir. Yol sürürəm, Bakıdan Toxça maşınla gəlirəm də, özüm sürür, özüm geyib gəlirəm. Naxada yuxu mənə aparır, əsnəməyə başlayıram tez-tez, bax belə-belə. Əsnəyirəm, su içirəm, yeməyi, o da kökəldir. Bunlar hamısını qaraciyər eləyir. Öləndə evi kimə verir, nə bilim kimə qalacaq. Birdən deyir ölsən də, nə bilim qohmaya qıraba gəlib götürəcək, kimə qalacaq. Bu dəqiqə evlənməmişəm, uşağımız adım da yoxdur. Qohmaya qırabaya qalacaq, kimə qalacaq. Olur kimliyə mən olar özünə qismət. Niyə də mən ölsəm eləmə. Sən işlən olar ki. O işləyəm mən. Eldənizin adına keçir. Qaraciyər bahalı dərmanı bir dənəsinə 60 manat dedi, iynə. Sistem getdim, köçdüm, xeyir olmadı. Deyir, bu nə deyir ondan? Qızar, deyir ki, ağzını qıfılmasan, pəhri sağlamasan, boş şeylər damısı. Mən də yeyirəm, çox yeyirəm, çörəyə çox yeyirəm. Ha? Mən getdim deyir, 2 kurs müalicə elədim, bahalı dərmanlarla, hanı? Pi getdi. Oradan da deyir, tıxırsan. Dedi ki, axşam yemək yemə. O yüzden elədiyim müalicədə boşa gedir. Oradan iğnəni vurub, buradan çörəyə basır. Diyetoloğa qoşur. Çox kökəm ki, mənə izləyicilərim. Diş həkimim yoxdur hələ. Bakıda ki, gəl qalacam, onda dişlərimi şey eləyəcəm, ha? Giləndə gələn psikirsən, hər yerə baxmışam, evəcimdən dişlərim qalır. Bərbad abırdadır dişlərim. Nə var? Aralı, ha? Öz dişlərimdə bir dənə qoyma diş yoxdur məndə. 2 saat gəz, qılçam ağrıyır. Maşında alanı laf kökəltdi. Ağrıdı, öyle az effekt koymuşam dişime. Ağrıdı. Diş ağrıdıcı. Səndə boşluq yekədir də. Boşluq nədir? Evə yürüyüş al. Səni qarnına, elə demə danıyır. Yiyən adamım da nilaq edirsən qaqa. Nara mən də Allah belə yaradır da yeməklə yeyirəm. Acıram yiyən adamım. Səni söküb təzədən yığmaq lazımdır. Yox. Aa, üzümdəki effekt getdi. Deyir ha. Bu biz bildim gəlsin. Aa, şükür düzəldi. Birdən gedir. Qaçacam. Neçədir o? Onca kilo arxalaya bilsəm bəsimdir. Allah haqqı 10 kilo heç nə istəmirəm. 10 kilo arxalaya bilsəydim mən bəsimdir. Ölmək istəmirəm, mən də yaşamaq istəyirəm. Bir daha bilək, bir evlənə bilmirəm də qaqa. Ana heç bir dənə ləyəqli bir xanım çıxmır qabağıma.
Vallahi kaka. Ləyaqlı bir xanım çıxmış. PK oynadı, oynayalım da birazdan dedi. Evləniniz biz istədi PK'ye başım qarşıdan sonra. Ki istəyirsən, hə az istəyirəm az, niyə elə deyirsən? Yəni imam haqqı istəyirəm. Çimirsən? Hə, çim. Yox az istəyirəm az, nə vaxta kimi tək qalacam, niyə elə deyirsiniz ki? Quran adını istəyirəm, amma tapır, mənim qabağıma çıxmır. Quran haqqı çıxmır. Çıxanda görsən gəl prim yığır, güya məni sevilmiş kimi rollar aparır, hisslərlə oynayır. Quran adına Allah hamd olsun bir ləyaqlı, bir kənd xanımı çıxsa o imam haqqı evlənərəm. Yoxdur. Görsə məni çağırırlar, dur gəl bura, səni sevirik, dur gəl bura. Nəyə? Primdən ötürü. Reklama. O sevgi deyil ha. Çağırır ki, mənim də bir, bu birisi məni, xanım gəlir ma. Hə, mən səni sevirəm. Ma deyir, həkimdir, uşaq həkimi. Baxırsan ki, otaqsadır, dəbdəbəli. Nəyə gəlir mənim yanıma? Mən sevir gəlir ki, gəlir özünü tanıtsın, obyektini tanıtsın, yəni belə həkim var. Mən özümə görə sevən yoxdur, belə qıpıyla. Mən özümə görə sevən yoxdur. Qonşularda, burada hamısı təzət məhəllələrdir. Hamısı varlılardır. Qıraqdan bucaqdan satıb, həyətdəki, şəhərdəki köhnə evlərini satıb gəlirlər burada. Tanımıram heç birini. Yox. İki dənə qonşumla əlaqam var. Biri yanımdakı qonşum, çox mədəni, gözəl bir insandır. Bir də o biri qonşum, o da biraz zararlıdır. O da sağ olsun ki, biri xəstələnəndə mənə banka qoyur. Bakıya gəlib reklamlarım gedəndə bir toyuğuma baxır, qapıma baxır. Onu da minnətdarım. Ömür boyu da qohum istəmərəm. Qohumla evlənmək pisdir. Mən birinci qohuma sevgi gözünə baxmıram. Bu bir həyatı boş qohum da mənlə evlənməz, amma mən qohum istəmirəm. Baba, şürəyəm ağrıdı sənə. Təkəm dana. Təkəm dana, bərabər təki. Baxalım, yox yəni. Özüm yazıq lüjümlə salmıram, ehtiyacım da yoxdur. Amma həqiqətən təkəm. Ay, səni istəməyən oğlunun olmayan nöqtələr istəsin. O nə deməkdir ki, ay qaqa, başa düşmədim axı. Ay, səni istəməyən oğlunun olmayan nöqtələr istəsin. Nətər oğlumu, ay, səni istəməyən oğlunun olmayan nöqtələr istəsin. O nə deməkdir ki, qaqa? Oğlum nədir? Mən nə deyiləmə, brat? O effekt getdi. Bax, getdi effekt. Ooo, Allah, nə gün olur adam. Qobil eləyim, gəlim düzəlsin. Düzəldi. Ya, bilinir biraz. Bilinir az, yox, bilinir. PK'ydı. Əksinə effekt mənə deyirlər də qızlar. Deyirlər, sən Allah babaşı o üst təmizləyicini qoyma. Həyatda deyil, daha da kişiyə oxşursan. Üst təmizləyicini deyil, qoyursan, canlı qız oxşursan. Deyirəm, az yox, qoymalıyam onu. Onu dedim, hamı qoyur. Konuşma. Pudrarımsa nasıl eləyəm? Üst təmizləyici qoyuram. Pudraya mənim ehtiyacım var. Arvasadan bambuluyam. Kişisən efir. İmam haqqı. Bax, Quran adına yalan deyirəmsə, bu qənd kimi gözüm ağarsın, hamı qoyur o üst təmizləyicini. Semkası da qoyur, sakosu da qoyur.
Bax sonra o məni oğlan evdə hamısı kim ki deyir mən üstəmizə qoymuram, gedərəm əlimdən çıxardaram. Telefon evdə qoyur. Deyib BlackBerry açanda qoymuşdu. Üstəmizdeyici. Hamısı qoyur. Kim desə ki qoymuram var ha. Basıb gözünün dişini çıxardaram. Hamı qoyur. Çünki gedib həyatda baxırsan ki, gedsən baxırsan ki, pamad, yo, qaqa, mənim dodağım qırmızıdır, papiros çəkmirəm. Babur, onu hardan qoyurlar? Deyir ha, şeydən, effektlərdən. Qaqa, gedəsən nə dediyim yerə padvalar, görünələri itdirirəm sağa. Sesi danışma, hə? Sesi danışma, padvaldan ne işin var? Oy, ağzımdan neyse, padvaldan ne işin var hemen? Efektim gitti ya. Ay bilin, bax ağzının suyu da axdı. Qızları bilən kimi. Hansı qızları? Ay BlackBerry, sən nə danışsan mən bilmirəm, qaqa. I don't, no. Can you speak English with me? Xoruz niyə banlayır? Nəhəmçilər gecə banlayır, nə bilim. Gecə quşlar. Saçın ağarıb həyəmin olsun. Gedim arvad kimi xına qoyum. Lağ eləyəsiniz ma ki, babaş saçına xına qoyub ağardı. Ləmandan yiyin. Ləmandan küsübsə də eləməmişəm. Sadəcə mənim qəlbimə deyib. Mənim küsməmişəm, niyə küsürəm ki? Belə niyə şey eləyəm, küsürəm ki? Sadəcə qəlbimə deyib uzaqlaşmışam. O da uzaqlaşdı, mən də uzaqlaşmışam. Danışmıram, bir şey eləmirəm. Mənim onunla nə işim, nə onun mənlə nə iş. Mən özümə ləyaqlı kənd bir xanım axtarıram evlənməyə. Başa düşürsünüz. Acmıyıb, uşaqlar banlayır da, xoruzdur. Xeyr, yanılmışam. Sevmirəm. Bərdədə heç aralarını gəzə bilirəm. Hamı deyir, evlənmirsən. Deyirəm, ay başı, ay qadanalım, ay dost, ay tanış. Yediyimiz çörəyin adına, Quran adına mən evlənməmişəm. Klip idi, klipə çəkilmişəm. Qaqa, sən də banlanmasan olmaz bu işlər.
Ay qaqa, mən niyə banlayıram? Mən göndərim görüm, bu qırmızı niyə belə olur? Əlim neyəsə deyil, hə, indi düzəldi. Eldənsan kimir? Effektim gedib indi. İndi gedib. Bilmiyorum. İndi get. Qızarıb sifətimə allergiya verib. Ona bax, deyir, hava buralarımda qızarıb, deyir. Bax, qırmızını görürsünüz. Pomidor yemişəm, bax, pomidor yeyən kimi çıxır. Hər nə gündəyəm, nə gündəyəm. Kimin üzü allergiya verində qəşəng olur ki, nə gündəyəm. Geçin arı, mən həyatda effektsiz görməmişsiniz. Da başladılar, effekt görüldü, üst təmizləyicidir. Birdən otaran kimi çıxır gedir. Ay, belə danışır ki, effekt getdi, nə gündəsə, nə effekt getdi. Ay, qadanam, effekt qaş qaldırmır, dodaq qaldırmır, bunu eləmir. Üzümü təmiz göstərir. Da kişinin üzü, Sibelcan üzü kimi şey olmuş, tərtəmiz olmuş, kişinin üzü çopur olar, kişinin üzü biraz qadın üzündən fərqli olar. Bunlar Sibelcan üzü axtarır. Baboş, ha. Ay, belə şeylər yazma, qaqa. Burada canlıda olmaz. Nə sözdür onu yazırsan? Elə pis sözlər xarş eləm yazır, sabit demə. Bu nənəmdən qalmadı. Ən sevdiyim renk qırmızı ilə ağ. Burada olmaz da, qaqa, burada yazma. Burada demə. Nə məcburdur ki, burada yazılsın o söz cəmaata görə? Burada xanımlar var, uşaq var, xanım var. Elə sözlər olmaz. Nəyə uşaqlar? Niyə keyfin yoxdur? Yiyən kimi adam ağırlaşır da, biraz ağırlaşmışam. Həm də yatıram, qalxıram, eyni günləri yaşayıram, eyni təkrar günləri. İnsan sıxılır, başa düşürsünüz. Hə, ayrılmışıq uşaqlar, artıq o öz yoluna, mən öz yoluma. Mənim ondan işim yox, söz soxmuram, adını çəkmirəm, sadəcə günah məndədir, başa düşürsünüz. Çox böyük səhv eləmişəm. Mənim həqiqətən qürurum yoxdur. Başa düşürsünüz, insanda qürur olar, o da məndə yoxdur. Vallahi, nə deyirsiniz, mənə düz deyirsiniz. Bir müddət keçəndən sonra yenə heyl eləyəcəm. Gələcək canlıma, nə tərk elədik, gələcək canlıma yenə başlayıb hədiyyə etəcək, başlayacaq göyə məni qısqanır.
Qısqandı rollar eləyəcək ya, hə yenə. Mənim dururum yoxdur. Düz sözə mən nə deyim? Düz söz deyirsiz. Danışmaq istəmirəm o haqda. Mühava haqda sual verməyin. Hər kəs də öz yoluna. Allah onu da xoşbəxt eləsin, məni də xoşbəxt eləsin. Başqa şeydən danışın. Allah onu da xoşbəxt eləsin, məni də. Hə, canımsın. Yo, bu səfər də gəlsə də xeyri yoxdur. Bücə artıq da başım bücə bundan üçüncüdür. İstəmirəm artıq. Sevirsən deyin, keçə bilmirsən. Həqqi. Sevləməz. Sevləməz. İstəmirəm, sevməm. Qısqanmışam yəqin ki. Onlar. Ürəyin təmizdir, pisliyi unudursan. Buramdan şiş çıxıb neysə, sızaq kimi. Mən kimin sözünə qulaq asmışam ki, ay bilək beri, ancaq qəlbimin sözü ilə, qəlbim nə deyim onu dinləmişəm. Mən bilirsiniz nətər? Nifrət, kin, nifrət bəstəyə bilmirəm. Bir müddət keçsin, unuduram. Mənim qəlbimdə kin yoxdur ki, bu insana mən kin, nifrət eləyim. Və yaxud qeyrisinə, unuduram, başa düşürsün. Mən də beləyəm. Allah hələni bir cür yaradır. Mən də beləyəm. Kinim, nifrətim yox. O insanla danışım, deyimi sənə zəhləm gedir, sağa nifrət eləyirəm. Budur deyəcəm, amma bir müddət, bir ay zadır. Biraz zaman keçən kimi deyil, zaman hər şeyin ilacıdır. Həqiqətən onu düz deyil. Biraz zaman keçən kimi unuduram. Unuduram gedir. Əkizlər düzür, dəyişkənəm. Coşutmaq manidir, boynum aldım. Biri bir söz deyəcək, biri onu pis deyəcək, bu söz deyəcək, bu insan bu tərəfə çəkəcək, bu tərəfə gedəcəm, o insan bu tərəfə çəkəcək, bu bir tərəfə gedəcəm. Dəyişkən olduğumu boyum, amma ürəyim təmizdir. Heç kimlə dişim yoxdur, nifrət. Amma bir şeyim də var ki, hamıya inanıram. İnanıram. Mən şiri bürcüyəm. Effekt deyir uşaqlar, bu qızarıb buralar. Hələ effekt qoymuşam, effekti qoymasam da pis gündədir. Yenə dərman vuracam. Neysə, indi bu son olanları bildinizdə biraz depressiyaya düşdüm. Depressiya əsəb olmaz mı? Əsəbləşdim, bax, o eləyib. Mən yeməkdən zaten yeməyin üstünə atıram, amma yeməkdən deyil. Mən dünən İstalovada zada yedim, girdim, mənə yazırdınız, nə oldu? Stres, əsəb keçirdirəm. Ona görə də bir də kimsəni yaxınıma bıraxmayışım. Bu insanlar mənə əsəb, stres versə mən neyinirəm? Fikir edirəm deyin saçım ağırdan, ha? Ad günüm azalıb, hə. PKL kim canım düşür istəmirəm.
Sonra da mənə yazırsınız, ölümsüz. Sizlərdə də var ya adam depressiya. Elə bir yıxılanı baltalayırsınız. Bəzilərinizi, hamınızı deməyəcəm. Rəsat yazasınız, peki rengim canım düşürsə yazacaq. Canım düşdü, ölmüsən, qalmısan. Görmədim də biriniz adama. Var, hamının günahını almayacağım. Biriniz adama ürək verəsiniz, görmədim də. Yaxşı olacaq hər şey. Biriniz görmədim də deyəsiniz, pis günün ömrü az olur. Yaxşı olacaq, evlənəsən, ailən olacaq. Ancaq adama lağ edirsiniz. Arvad yazasınız, arvad. Bunu oxşuyur, onu oxşuyur. Tişi sözlər. Ad günüm iyunun 10'u. Allah böyükdür. Əgər mənim canım düşürsə, insan düşər də qalxar da. Bunu deyim biləsiniz. Hər insan düşər də qalxar da. Mən pis olmuram ha. Mən nələr elədim bu TikTok'a girəndən. Allah qazancınızı bol eləsin. Allah nəyiniz varsa, siz kütlə olmasanız, kütlə başqa şeydir. Kütlə olanda dəstəkçi gəlir olur ən çox. Siz kütlə olmasaydınız, məni sevənlər olmasaydınız, mənim canlımda olmasaydınız, mən indi iddiaşlayırdım. Yəni, poçta 300 manat maaşla bu boyda ev şey düzəltmək olmaz. Sizlərə boşlayım, çox şey. Danmamışam hamını. İnsan keçmişini unutmaz. Və sən mənim kütləmə söyən qədər o qədər acizsən ki, elə sən o kütləyə lağ edirsən, orada özün də otur burada məni izləyirsən də yaxşı. Sən də mənim canlıma girsənsə, mənə burada yorum yazsınsa, məni izləyirsən deməkdir. Sən o kütlənin üzünə deyə bilərsən, monitor arxasının şiri olma. Sən üzü işinə deyənmərsiniz. Mən görmədim ki, kimsə kimsənin gəl üzünə, mənim üzümə. Burada bəziləriniz mənə söyüşərsiniz, amma mən şəhərə çıxıram. Yəqin ki, Bakıdansınız. Heç biriniz özdə tapmışam deyil. Başa düşürsən, mənə söyüşsənləri tapmışam. Hamınız çoxunsuz uşaq. 13-14 yaşında. Mən bir dənə qabaq fake bir ad açmışam, Məleykə. Fıstırıq Məleykə açmışam. Girib onunla mənə söyən adamları skrin edib, adlarını götürüb girib yazırdım. Nə çıxsalar yaxşı. Çətinin nömrəsi alıncadır. Biraz pişiyim eləyib, başladım nömrə almağa. Çıxan 13-14 yaşında. Neçəsi? Dədəsi yalvarıb. Dedim, sənin başına rızıma söz yazsan, qorxusundan. Ona görə bilirsən, sizə niyə baş qoşmuram? Çünki çoxsunuz uşaq çıxırsınız, 14-15 yaşında. Biri kayd eləmişdi. Nə idi o? Könül səhifəsi məni kayd eləmişdi. Bir xanım Instagramda girib mənim ekran kaydımın videomun altında pis söz yazmışdı. Yıxdım onu. Dedim, az məni tanırsan, bu oyundan atdı. Neyinəm elə insanı? Bax, mən o insana nə baş qoşacağım? Monitor arxasında söz söyməyə nə var? Üzə deyə bilməyəndən sonra. Nömrə yığıb üzünə deyib, görüşüb üzə deyəməyəndən sonra ha yazırsız yazın. Xeyr, sevirsə də eləməm artıq. Ruslan, nə nömrə yazsa, mənim də nömrəm Instagramda var, yığ. Kimsə nə bilin ki, sən orada kimsə nömrəsini yazmamısan. Mən evli deyiləm uşaqlar. Canlıda 5 tərbiyəli insan var, son bir də sənsən. Təşəkkür edirəm, çox sağ olun. Minnətdarım. Niyə keyfsizsən? Bu aralar biraz depresyona düşmüşəm uşaqlar. Üstümə yəni çox gəlməyin. Keçici bir dönəmdir. Kulağına kim qızı, olur da məndə. Qızarım da, keçib gedəcək. Əsəb stres eləyir də, biraz əsəbləşdim. İndi depresyona düşdüm, indi o da inşallah çıxar. 1-2 gün vaxtı zamanı var.
İnanıram ki yaxşı olacaq. Ama həkim deyir ki, sağ əsəbləşmək, stres keçirmək olmaz. Babuş, kendim ettim ah be babuş. Sevilmedim, sevmedim, sevilmedim, Bəli. Bəli. Çox sağ olun, necəsiz? Axşamınız xeyir. Hə, sağ ol xanım. Bərdədən də tərtərə salamlar. Tamam. Bayaqdan niyə almırsan məni oyuna? Yemek yiyordum ve yemek yedim bir de oyun izleyicilerimle danışırdım. Ağzında kalsın. Danışa bilmirsən mən olanda, utanırsan. Neden? 3000 adamın... Mən gələndə 4000'in içində danışırsan, mən gələndə utanırsan bir dənə. Bildim, usta gələndə yerini bilirsən. Ben onların yüzünü gülmür ama 8000 sendədir 7 də məndədir. O 8000'e indidən əlvida. 15 milyondan aşağı xalcası çıxırsan, 8000'im getməsi. Niye çıxıram? Niye çıxıram? Əmr eləyirəm. Ekran tıklamadan uşaqlar qırmızı örəyə çıxırsa, Vəliyev, Gülsüz, ben babayım. Karabela Asım Usta. Bilənlər bilir. Karabela Asım Usta. Asım neyin ustadı senin? Baba səni bitiririm, sənin ustanam. Sənin ustanam. Sen benim Akıllı ustam ol. olamazsın. Sen kim oluyorsun lan Sibop? Ayı. Sen kim o? Aslan Royal Guardas. Royal Aslanım. İndi uşaqlar kutlayırım, uşaqlar hər bir gün. Bayramın kutlu olsun. Almak istiyor, uşaqlar 8000 Bana alacaq. yardım ettiğin için. Allah senden her zaman razı olsun Royal kardeşim. Bu bayram sana düşerli olsun abim Koymayın benim. uşaqlar. Ekran tıklamadan arkadaşlar. Mən də jetonumuz yox. Aslanım beni. Satacağım. Ekran tıklamadan kırmızı yürek çıkıyorsa ekran tıklamadan. Mənim də bir belə kütləm izləyicilərim var. Onlar koyarlar. Deyir tıklamayla saat çatdım. Retroda onun yağını sil ha. Çok danışma. Dodağım yağlı döyəcə soğuz yemişəm. Sahne. Ekran tıklamadan kırmızı yürek çıkırsa kışkırmazsın. Mesela sesinin tonunu biraz aşağı. Hop. Arvadın Leman değil qabağında Asım Usta'da. Ömer Mənim arvadım Gülsün. deyil, ağzıyın danışığını biz klipə çəkilmişik. Ve demedin aldım evlenirəm. Havaq dedim evlənirəm. Demişəm də özümü xəyal dünyasında hiss eləmişəm. Neden məni niyə aldadırsan? Məni niyə aldadırsan be? Uşaqlar 17 dənə TikTok atın bir dənə. Hər bir gün. Hız görevin keçək, hız görevin keçək. Haydi məni niyə aldadırsan bəs? 17 dənə TikTok Niyə uşaqlar bir dənə aldadırsan qoymayın. sən? Naib çox sağ ol, Tamam, Bəhruz çox sağ ol, görürüm, Golden çox sağ ol. O Uşaqlar qədər qurban olun, bir dənə bu qoymayın. qədər Bir dənə hız görevin xanım, keçək, ilkin canavar. Uşaqlar bir dənə hız görevin keçək. Sağ olsun bizi sahib hörmət qoyub klipində oynadı. Bir dənə qoymayın da uşaqlar hız görevin keçək. Fidan xanım bunu iş Ayıp qatlatlaydım değil, başqa deyir. Bu pandaya uduzmayaq uşaqlar. Bir dənə qoymayın, bu Oo, pandaya Arzu xanım uduzmayaq. hoş geldiniz. Arzu Qoymayın xanım. uşaqlar, qoymayın qurbanım. 7 dənə, 7 dənə başqa adamlar. Haydi canlar, haydi abilərim. 7 dənə, 7 dənə, 7 dənə, cəmi 7 dənə. Evlərin satışı, abi bir qoymayın uşaqlar, qurban olum. Arzu Ayda. xanım bu iş qat başlasın ya dəlcəyin içinə. Ay, 5 qat kimdə var uşaqlar, 5 qat. Ayda, canım ay. Canım ay Royal Group et. Kız da Qardaş. alacaklar son saniyede. Ora 1700 böyle yatırsa bunu kim attım ha? Doktor. Ekran tıklamadan. Bir nemreli kosmetolog. Ekran tıklamadan arkadaşlar. Bəhruz Ben size Gülsüz. zevk vuracağım Can ya da sabah vurarım geçti. Bəhruz Gülsüz, Bəhruz Gülsüz. Bəhruz atma oraya, Bəhruz. Necəsən, sağ ol. Uşaqlar bir dənə qoymayın ucuzaq bu pandaya. Koymayayım Bir şaka zombi- son saniyede atacaklar ona. Bir John Bulutluq gəldik, bu John Bulut uzacağız. Qoymayın da Ben bunu da uşaqlar. niyetten. John Bulsan sən. Sonra sözüm var. Sen de Hə, John arıqsın. Bulsan. John Bulsan. Arıq Ben de olmaq... arıqsın. Mən arıq deyiləm, sporcuyam, idmana gedirəm, məşq edirəm. Ekran Kolum mənimkindən 5 metre nəzikdir. Getdi şaka Sən bunun nəzikdir. Göfə! Düzlər övan, atma, düzlər övan. Gülsüz, ürəksiz. Osmanoğlu, Tıklamadan arkadaşlar, teşekkür. kırmızı yürek çıkıyorsa. Kırmızı yürek Senin o çıkıyorsa. Real'ın, hı? Real'a denen ki biraz bahalı.
Qızışdırma ay baboş. Qızışınlar arası Osmanoğlu burada. Qıfı burada. Fidan xanım burada. Arzu xanım burada. Qızışınlar arayacaqsan. Qızışınlar arayacaqsan Royal. Qızışdırma yazı. Ekran tıklamadan uşaqlar qırmızı ürək çıxır sağa. Osmanoğlu çox sağ ol. Bırak. Ekran tıklamayın uşaqlar qırmızı ürək çıxır sağa. Qırmızı ürək çıxır sağa ekran tıklamadan. Biraz sonu gözləyir uşaqlar son. Nə bacarsız yüksək səviyyədə tıkıma qaldırın. Teşekkür ederim. Çox sağ ol. Atma Ayxan başımı ürəksiz Ayxan. Başımı ürək atma. Nədən ürəyi bəyənmirsən? Yox, qırmızıdır. Qara Nə ürək olsa gözlüsün şir gözləyirsən be? sənə nə John bu? Allah böyükdür. Hoş geldin. Bir nömrəli telefon evi. Yes! 8 verip böyle alırlar adamdan. Gel bura. Gönlüm. Ekran tıklamadan uşaqlar qırmızı ürək çıxır sağa. Ekran tıklamadan uşaqlar qırmızı ürək çıxır sağa. Hediyyatları mumutçu. Getdi uşaqlar dayanmadan tıklayın. Ekran tıklamadan uşaqlar İlkin abi eyvallah cansın. Arkadaşlar bir yardım edin kaybetmeyelim şu şişkoya ya. Ekran tıklamadan uşaqlar. Bundan sonra mən bilirdim sənə bayaq deyirdim də gələrdin çıxardın. Sən işi yaxşı bilirsən. Mən sənə atsan atanda almırsan. Mən işi yaxşı. Almırsan deyəndə yemək yiyirdim dana. Yemək yeyəndə nə olur ki? Ondan ipek eləyə bilmirəm. Yemək yeyə gəlmisən də buralar. Yemək yeyəndə nə olur ki? Ne çok şey olur. Niye yemeğimi yiyip kurtaramayız burada? Yemeğimi bata pek eləmək. Baxaq bəlkə birinin iştahı yoxdur. Bax sizə nə acısı. Nə olar ki? Ajanda yemək pişirib yiyecek. Allah bəndəsini heç vaxt taş qoymur. Mənlə tenis oynamırsan. Mən sənə sən mənə. Mən sənə sən mənə. Mən sənə dedim ki Sen bana deməzsən mən də sağ deməliyim də. akıllı olacaqsın. Sən kiminlə dans etdiyinin farkında bile değilsin lan. Ay yaxşı. Mən sənlə dans eləmərəm. Mən sənin üçün dansöz istəyirəm, səndən dans eləyim. Çok sağ ol Osmanoğlu kardeşsen. Teşekkür. Ekran tıklamadan arkadaşlar kırmızı yürek çıkıyor. Dans eləyirəm, xanımlarla eləyirəm. Səndən niyə dans eləyirəm ki? Mən dansöz deyiləm ki, durum səndən dans eləyim. Dansöz bilirsən nədir? Niyə Göbəkçi. bilirəm? Göbək rəqs satan. Bilirəm, niyə mən səndən dans eləməliyəm ki? Hə, mən sənlə niyə eləməliyəm ki? Sən deyirsən də deyirsən dans Sən eləyim. deyirsən də sən kiminlə dans elədiyini bilmirsən. Üzümə durma, mən dedim ki, sən Mən bizə deyirsən. duranlardan deyiləm. Necə? Mən bizə duranlardan deyiləm. Ay da bunu atma başıma kardeşim, bu Ona pantikdir. layiqsən ki, atırlar. Kuşlama, kafan koşmasın. Kaç iki Kirli. sesini. Sən kəsəz səsini çox danışdın. Sen danıştın, sus be kadın. Kadın sensin, babandır kadın. Ben erkeğim. Karabela, Asım ustayım. Sen kim oluyorsun bana kadın diyorsun? Erkek misin? Evet, ağzımı açtırma. Son Nişko, Erşen. Arkadaşlar lütfen bir yardım edin. Arkadaşlar, koymayın ustalar. Tatlıdan geldi, Nahit'ten geldi. Arkadaşlar hız görevini keçəydi, aslan parçaları. Hız görevini keçəydi. Son Nişko, Osman oğlu partlatacaqdı. Uşaqlar keçəydi hız görevini. Erşen'den geldi. Bir tane günümüz kaldı. İndi Bir geldi. dənə hız görevini keçəydi. Onlar hız görevində keçdi. Ya özce vaxtında danışın. Baboş elə, baboş belə. Baboş kömlə eləyiblər, hamısı istəyir. Siz gəlib buradan da elə şey danışmağı Sen bilirsiniz. maaşlı bir dəstək ol, kardeş. Gör seni takibini hara kaldırır bu baboş yüzünü. Zeynep Gülsüz. Ekran tıklamadan kırmızı ürək çıxır sağa, normal ne? Ben oturdum. 3 kat başladı uşaqlar. Getdik. Kim tutar bizi? 3 qatı keçə bilmirlər bunları ya. İnsanın Millet için... koyun her zamanda. Yalvarmaktan, xahiş eləməkdən hələ bir deyil keçə bilmirlər. Mən bunlara nəyinə yalvarım? Bunlar elə adamdır ki bəziləri. Oynama baboşdan, oynama. Baboşa da mujiklər, kişilər dəstək olur. Sizin ancaq içiniz partlayır burada. Ekran tıklamadan. Mənim üçün dedin onu. Ha.
pis söz dedim, yaxşılığa dedim. Sağ ol. Okay. Burada yazırlar. Burada mənə də sən olan tərəfini saxlayırsan. Sən bilmirsən bunlar necədir. Qurtdudular. Babaşdan oynama. Babaşa dəstək olan orada normal adamlar deyə kişilərdir. Hamısı özünü tanıyan adamlardır. Siz burada bir dənə hız görevini keçmirsiniz ki, bəlkə Allahın bir bəndəsi gəldi, kömək elədi 3 qatda. Hələ məni səndən oynamağa qoymurlar güya. Amma bir dənə şey hız görevini keçməyə kömək eləmirlər. Sən onların sözünə baxsan acından ölərsən. Ekran təndirsən, onların tərəfini saxlayırsan mənə. Mən də qabaq oynayırdım, bundan oynama, ondan oynama. Onları sonra öyrəndim ki, məni sevməyən izləyicilərdir. Niyə çörək pul qazanmaq istəyirsən sən də? Mən demirəm, heç çox şey. Yox, heç kim görsən orada yazanların ağzının payını nətər verir. Amma mən kimlə pek eləmişəm, onlar verməmişdi. Orada məni söyürdülər, bəziləri yazırdı. Heç kim PK'cı orada cavab vermiş ki, niyə elə deyirsən? Görsən bu nətər verdi? Ben buna hürmətim artıq çox istəməyə başladım. Görün ki, şey ağzının payını verdi. Mən haçan verməmişəm, həmişə gəlib görməmsən yayınımda. Mən xoşlamıram elə şeyi. Ne dedin de indi lan. Hayır Samahat, mən sizə bir söz deyim, bizi bəyənmir. Amma canlımızdan da çıxmır. O pis yazan bəyənmir amma çıxmır heç canlıdan. Ekran tıklamadan, düz deyirsən. Anar gəldi. Anar, əzələ oyun. Kafa kafaya, bunları udmalıyıq Anar. 2 dəfə mən uddular Anar, 2 dəfə. 2 dəfə mən uddular, bacara bilərik. Başara biliriz Anar. Ekran tıklamadan. Ay Allah, 3 qatda at ki qalım qalxsın. Osman Oğlu'ya takip atın uşaqlar. Gözəl izləyicilər. Hop! Mənə dəstək olanlara, xanımlar, bax sizə sevirəm. Məni sevən qardaşlar da var da. Mənə dəstək olanlara takip atın ki, qoy onlar da qızışsın. Onlar da nə istəyir? Səhifələrinin qalxmağını. Atdılar. Gəldi dəliqanlı. Durdururum. Anar mənim dostum. Geldi. Aslanım. Kara belası. Sana şunu başıma öğretsiz. Aslan Anar. Sana yanar. Çeşitler biz Anar. Bunlara giren çol değil. Bunlar ağır lokma. Ekran tıklamadan arkadaşlar. Kırmızı yelek çıkıyorsa. Canımı paylaşın. Ekran tıklamadan arkadaşlar. Getdi ikinci əlcəyin içinə. Tək bu chatdə bir dənə Anarın sözünə baxaram. Bayaqdan hamımız durmusunuz, ən azından kişinin oğlu gəldi. Gücü çatdığı qədər dəstək oldu. Gözlədi ki, bir dənə gəldi, əlindən gələni atdı ki, keçə bilərik, düzdür, keçə bilmədik. Amma elədi bu insan. Elədi, paxıllıq eləmədi. Çalışdı ki, keçsin. Mən bu insana canımı vermeyeyim, kimə verim? Sizin için paxıllara bəziləri. Söyüş yazanlar. Uşaqlar, 10 dənə TikTok atın dostlar, canlar, yaxşılar. Ürəklərim, 10 dənə TikTok, haydi canlar, haydi canlar. Sarı xanıma, çox sağ ol. Mincə çevir, başımı oraya atma, ürəksən. Arkadaşlar, 12 tane hız görevi. 12 tane hız görevi arkadaşlar. 13 tane arkadaşlar hız görevi. Oo. Kenan Gülsüz. Roma öpüldü. Mince çevir atma gül. Mince çevir Gülsüz. Pirinov atma gül marojna. Mince çevir. Cibher atma cibher. Oy güvendiğim dağlara kar yağdı. Cibher Gülsüz, Cəmilə marojnasız Gülsüz. Aslanlarım geçti. Osmanoğlu. 3 kat başladı Osmanoğlu. Ne atsan 3'e vurulacak. 200 yedi yataksansa olacak 600 bin. 1000 yataksansa olacak 3000. 3 kat gelir Osmanoğlu, sağ ol Osmanoğlu. Atacaklar Osmanoğlu beni buzdurmak istiyor. Benim geçsin diye istiyor ama 920 Geçivir Gülsüz. 3 kat uşaqlar qoymayın uzağa. Sako salam. 3 kat uşaqlar qoymayın uzağa aslan parçaları. Qoymayın uzağa. Sako'ya takip atmaq istəyirdim. Sako orada. Özü gəldi. Nə dersin Sako? İlkin öpüldü.
Cəmilə gül atma da bir dənə dəstək olun uşaqlar uduzmayaq. Ay ay ay, bir dənə dəstək olun uduzmayaq. Kitabın son saniyəsi. Vinim gedər. Cəmilə gülsüz, sarı çırtma atmadan, sarı. Ay ay ay, 3 qat qutardı bir dənə dəstək gəlmədi ya. Asim Ustanı təkrarlayır. Növbəkar. Elə bildim mağa gəldin. Yuxarıdan geç. Ekran tıklamadan uşaqlar Nə görür. yaxşı anlaşmamısan? Sako oradadır. Nə yaxşı anlaşmamısan? Sako saat 12-də oyunum var idi. Gördüm da yoxsan bağlamamışam hələ canlına. Nə yaxşı bu anlaşmamısan? İş yoxsan deyəsən canlıdır bir. Hardadır Sako? Hə, Allah şəfasını versin. Eybi yoxdur, özün aç da. Elə belə oyna. Yəqin klipsə dolub da. Dün Dilxoram dünya xəstələnib. 5x olan var. Lavita çox sağ ol. Keçər olur, yaz qabağı klipsə olur. Lavita xanım çox sağ ol. Denən bankalansın eləsin. Sako çox sağ ol. Teşekkür Sako. Qara Fatma. Gülü gülsüz. Osmanoğlu, teşekkür. Sako bir deyirəm açardım canım, yeni qaraldardım. Niye Sako ile oluyorsun? Sako çok güzel insandı. Sako çok güzel insandı. Allah'ım dost çok güzel. Merhametli, məni yığan, mənə deyən canlar, mənə ürək dirək verən, mənə deyən psixolojik ömrü az olan, həmişə soka mənə yığıb ürək dirək verir ki, hər zaman deyir ki, ümidini heç vaxt eləmək yaxşı olacaqdır. Bu sözləri deyir Sakoda mənə. Niyə çıxdı? Çıxmadı, mən istə yatdım, təzdən oynayaq. Çıxdım da bir qoyardın görərik kimə 5 qat verdi. Neçə vinim oldu? Vermir onda. Vermir onda. Son oyunumda ha uşaqlar Eldənizə aparıb düşürdəcəm. 10 bin bir dənə əlçəyin içinə girib Pamagiti. Baboş. Mən ağzımı əyməmişəm. Ola bilər Dünya xanım, Allah şəfa versin, çox sağ ol. Ola bilər dalaşmışıq, hər insan dalaşar da barışar da. Deyir çəkişməsən, bərkişməsən. Ha. Çıxanda 5 qatı götürmür, vermir əlcək. Yox, bilmirəm kimə verir onda. Amma verir, hə? Dünya xanım atmayın, çox sağ olun, təşəkkür edirəm. Zoğallı mürəbbəli çay xəstələmişsinizsə. Ekran tıklamayın uşaqlar, qırmızı ürək çıxırsa. Tombala aşıb özümə baxıram. Göbzən ağarım, PK'dayım qaka. Canıma yanar. Dünya Sako ürək yazın qoyun. Telefon evi ürək yazın qoyun. Osmanoğlu, Qıfı. Takip atın bu insanlar, uşaqlar. Ne de çağırmışıq ki 10 minlik hədiyyə. Vay. Sako dünya ürək yazın. Onu artsan. Gözlərindən bəllidir. Dedim. Uşaqlar, dünya xəstələnib, deyin canlı.